Çəkilişimizi davam elətdiririk, hörmətli izləyicilər. Dediyimiz kimi, yəni indiki şərait, bax qeyd elədim şimdi, qarşıdakı kəndlərdə də Sabir İslamxanlı, Musa Qasımlının, hörmətli ziyalılarımızın kəndləri və digər dəyərli insanlarımız yaşayırlar, yaxud da yaşayıblar. Bundan sonra da yaşayanlar olacaq. Amma sürətli köçün özü narahatlıq doğurur. Diqqət edin, necə də gözəl, sanki bir xalça sərilib, ən müxtəlif rənglərdən ibarət. Qarşıda Qız qalası, digər tərəfdə Oğlan qalası. Yəni, turizm üçün unikal bir ünvandır. Təsəvvürləyin ki, Azərbaycan və Çin arasında imzalanmış, sadələşdirilmiş rejimdən sonra Çinli turistlərin 0,1000-də neçə bir faizi bu bölgəyə gəlsələr, bu bölgənin inkişafına necə təkan vermiş olarlar. Ümumiyyətlə, Azərbaycanın hər bir köşəsi gözəldir, cənnətdir. Amma niyə belə olur və Bakımız niyə artıq ölkə əhalisinin bəzi iqtisadçıların bildirdiyinə görə 60% ilə yüklənib. Yəni, ha körpülər deyik, ha kanalizasiya quruları və s. yenilə, alternativ yollar çək filan, bu problemi həll eləməyəcək. Bölgələrin sakinlərinin öz yurdunda qalması, yaşaması, yaratması, inkişaf elətdirməsi, məhsul bolluğuna töhfə verməsi, bunlar əsas məsələdir, heç şübhəsiz ki, görünür ki, hökumətimiz də hansısa bir bu istiqamətdə addımlar atacaq və narahatlıq doğuran sakinlərlə söhbətimiz zamanı iş yerləri ilə bağlıdır. Hesab edirəm ki, iş yerlərinə çox önəm verilməlidir ki, cavanlar yurd yerlərini tərk edib getməsinlər. Bax, bu təmiz havada, bu oksigen bolluğunda, bu növbə-növ quşların cəhcəhinin sədaları altında, bu təmiz suyu içərək, təmiz havanı udaraq, bu gözəl mühitdə, səsdən, kuydən uzaq, stressdən uzaq bir mühitdə yaşamaq insan ömrünü də həm də uzadır. Megapolislər insanların ömründən kəsirlər. Xəstəliklərin yayılmasının əsas səbəbkarları elə daş binalardır, o yaşıllıqlardan kənar bir mühitdir. Diqqət edin, belə bir gözəlliyi Bakıda ərsəyə gətirmək üçün Dənizkənarı Milli Parkda nə qədər xərc çəkir dövlət. Amma baxın, Allah Taala'nın lütfüne baxın, Əli Rızanın ocağının qarşısında, yəni burada bir çox yerlərdə nə gözəl bir mənzərə var. Laləlik, sanki Allah Taala özü bir rəsm çəkib, öz əsəridir. Rəngli bayrağımız daim ucalarda dalğalansın və bayrağımızın arxa fonunda da elə Əli Rızanın adına olan bulaq, digər tərəfdə Əlinin, digər əzizlərimizin uyuduğu kənd qəbristanlığı, bayrağımız dalğalanır. Məğrurcasına dövlətimiz, Ali Baş Komandanımız, ordumuz var olsun. Allah xalqımıza kömək olsun. Allah şəhidlərimizin ruhunu şad eləsin, qazilərimizə şəfalar versin. İnşallah Əli Rızanın ruhu dolaşan ocağa xeyir işlərə gələk. Amin. Və Samir bacının təndiridir. Az əvvəl bir çörək pişirmişdi. Qoxusundan doymaq olmuş. Allah ömür versin. Çiçəklərə baxmaqla doymaq olmuş. Yonca. Bax, dünən internetdə qarşıma çıxıb ki, bax bu çiçək Azərbaycanda bəlaya çevrilən və dünyanın başının üstünə kabus kimi dolaşan xərçəng xəstəliyinin dərmanıdır. Digər otların dilini öyrənmək, oradan yararlanmaq lazımdır. Baxın, zəncir otudur. Neçə dərdin dərmanı deyirlər. Digər otlar, yəni bunların bir sıra hallarda apteklərdə qramını böyük pullar hesabına alıb istifadə edənlər
Çox təəssüf ki, burada bu xəzinədən xəbərsiz olurlar. Kəndimizin digər hissələrində çəkim. Çox təəssüf ki, kəndimiz belə artımı belə yasan səviyyədə deyil və bu gedişlə əlbəttə ki, üzr dövlətin gördüyü işlər kimə havalə olunur? Gələcəkdə bu abadlığı yaşadanlar kimlər olacaq? O bir boşluqda vaxt vardı, babamızın evi var idi. Yəni uşaqkən məktəbə gedib gələrkən o evə baş çəkməmiş, dönməzdim. İndi yeri qalıb. Ruhları şad olsun, nə də babalarımız. Xalının bir hissəsi də burada. Xülasə, çalışıb kəndə böyük qayıdışı reallaşdırmaq lazımdır. Necə ki, Qarabağımıza, Şərqi Zəngəzurumuza böyük qayıdışın artıq növbəti mərhələləri həyata keçirilir. İnsanlar öz yurdlarına dönürlər. Eyni zamanda çarəsizlikdən öz evlərini, bu cənnət məkanları qoyub gedənlər, digər insanlarımız da fərqi yoxdur Azərbaycanın hansı bölgəsində olursa olsun, həvəslə öz yurdlarına qayıtmalılar. Necə deyərlər, bir tikə çörəyə görə öz isti ocaqlarından didərgin düşməməlidirlər. Bu barədə heç şübhəsiz ki, hər birimiz düşünməli və gəlişənləri görməli. Həm də vətəndaş olaraq da bir dövlətə dəstəyimiz olmalıdır. Getmək, necə deyərlər, yurdu tərk etmək bu çıxış yolu deyil. Hətta buranın bax biz tərəfdə qalqan deyirlər. Bunun özü belə, bunun zoğu belə can dərmanıdır. Görün burada nə qədər dəva, dərman, əlaclar var. Hələ bu çiçəklər, hələ ağacların çiçəkləri, digərləri. Allah Azərbaycanımızı qorusun, Allah millətimizi, dövlətimizi qorusun.